Mən özüm tələbə olarkən bir hadisəni inşallah sizə qeyd edeyim. Tələbə yoldaşım var idi, Pakistandan idi. Bir gün otaqda oturmuşdum, bu gəldi, dedi ki, mən internetdə gözəl bir məlumat oxumuşam, inşallah sənə qeyd edeyim onu və çox sevincək haldaydı. Mən də onu sizə inşallah ərz edəcəm. Buydu, deyir, Səudi Ərəbistanda şiyə məntəqələri də var, xüsusən Qətif, məsələn, hamı şiyyədir, sünni və Vəhabi yerləri də var. Bu şiyyədən biri öz ailəsi ilə, işlə əlaqədar Vəhabi yerində yaşamağa gedir, Vəhabi məntəqəsində yaşamağa gedir. Bu Vəhabinin içində yaşayanda bizdə necə evdə görsən körpə uşaqlar, ya Əli, ya Hüseyin, görsən İmam Hüseyin deyəndə sinə vururlar, yəni ki, bu mühitlə böyüyüblər. Bu şiyyənin bir dənə balaca qızı varmış, 3-4 yaşında, ayağa qalxanda ya Əli sözünü deyərmiş, bir şey qaldıranda ya Əli deyərmiş. Vəhabi uşaqları ilə oynayanda, qız uşağı ilə biri ilə oynayırmış, bu qızın da 3-4 yaşı varmış. Oynayırmış ya Əli, bu qız, Vəhabi qız da ya Əlini öyrənir. Gəlir evdə, süfrədən qalxanda ya Əli deyir. Atası da Vəhabi deyir ki, nə dedin sən? Dedi, ya Əli dedim. Vay, küfr elədi. Bunu vurur. Bir şey eləyəndə pilləkəndən qalxır, ya Əli. Bunu uşağı deyir ki, nə edirsən sən? Bunun dilin yandırır, əlin yandırır, nə edir? Görür ki, bu qız uşağı ya Əli sözündən əl çəkmir. Nə iş görür, mümkün olur. Axırı bu kişi görür ki, bu kafirdir. Bunların dilində kafirdir. Qətli vacibdir, qanı halaldır, bunu öldürən cənnətə gedər. Bu fikirlə deyirlər ki, öz yoldaşı ilə məsləhətləşir ki, biz bu qız balamızı öldürək, bu kafirdir. Nə cür öldürək, balamızdır, özümüz öldürə bilmərik. Bunu qoyaq bir otaqda, bağlayaq qapını, kilitləyək, qalsın qıfıllı bir otaqda. Özümüz gedək həcc evinə, Allahın evini ziyarət edək, ibadət eləyək, bu qız uşağı ölsün burada, bir aydan, 2 aydan sonra gələrik, bunu götürüb ölsün, dəfn eləyək. Ata-ana qarlar gəlib, qapını kilitləyir, pəncərəni bağlayırlar, otaqda, bir otaqda bu qız uşağını qoyurlar, çıxlayırlar. 1 ay, 2 ay bunlar güya gedib və Allah evini ziyarət edirlər, ziyarətdən sonra qayıdırlar. Qayıdırlar, evə çatırlar, ata açarı verir anasına ki, aç qapını. Ana deyir ki, mən aça bilmərəm, sən aç. Bunların arasında düşün mübahisə. Çünki hər ikisi də övladı istəmir ki, bunu ölüsün, görsün. Bu halda deyir, ondaydı, gördü, içərdən bir dənə səs gəldi. Qız dedi ki, baba, aç qapını. Aç qapını, deyir ki, biz də açdıq qapını. Girdi içəri, otağın qapısını açdıq. Gördü ki, otaqda qızın necünü otuzdurmuşdu, o cünü də oturub. Yaxınlaşdı diyor qıza, ata-ana yaxınlaşdı qıza. Qızım, sən burada nə cürlə qaldın? Neynədin burada? Nə içdin, nə yedin? Çox gözəl bir söz deyir. Huvə aliyyulləzi at'amani və səqani. Bu Ali ki var idi ya. Bu Ali ki var idi ya, mən onun adını çəkirdim. O mənə yiyəcək, içəcək gətirib burada saxladı. Deyir ki, anası həmin anda Əli əleyhissalamın vilayətin qəbul edib şiyə oldu. Atası təəssübkeşdən, çünki o zatında, bilirsiniz ki, Əlini tanımayan zatında bir müşkil var. Zatında müşkil olduğundan tərk edib o ailəni çıxdı getdi. Həqiqətən Əli əleyhissalamın fəziləti hər yerdə, hər məkanda var və bütün dünya Əli əleyhissalamın fəzilətindən danışır, nəinki biz şiyələr.